Bəli, müəllimə. Aha. Aç səhifə deməli 110-u. Səhifə 110-da 144-cü sualdan izah eləyəcəm. Cəmi 162 dənə sualdır. İndi biz 144-dəyik. Deməli, əvvəla bu sualı izah eləməyə başlamazdan əvvəl yadımıza salaq ki, alqoritm deməli yerinə yetirən hərəkətlər ardıcıllığı idi və alqoritm növləri var idi. Rəfa, bir yadıma sal görüm alqoritmin hansı 3 növü var idi? Bucaqlı olan, onlar soruşursunuz. Budaqlanan, sonra xətti, budaqlanan, bir də hansıdır? Başlanğıc və son olan idi. Dövrü. Hamısında başlanğıcdan son olur. Rəfa, hamısında başlanğıcdan son olur. Amma 3 dənə növü var. Xətti, budaqlanan və dövrü alqoritm. Biz bax bu məsələlərdə riyazi məsələlər verir. Çoxlu riyazi məsələlər və bu riyazi məsələlərin həllinin alqoritmi qurmağını bizdən tələb edir. Məsəl üçün, əvvəlki suallarda indi gedib evdə videolara mütləq bax, faktorialın tapılmasının alqoritmini qurduq, diskriminantın tapılmasının alqoritmini qurduq, əbobun tapılmasının alqoritmini qurduq və s. Bir çox, məsələn, düzbucaqlının sahəsinin hesablanmasının alqoritmini qurduq. Yəni, bir çox riyazi məsələlərin həllinin alqoritmin qurulmasını bizdən tələb edir bu suallar. Və qəbul imtahanında açıq sual kimi düşür. Və məsəl üçün 144-cü sual düşür və deyir ki, bunun blok sxemini qur. Blok sxem nə idi? Rəhval, blok sxem nə idi? Belə necə başlasam müəllimə? De, necə başa düşmürsən elə de. Başlanğıcı və son kimi cədvəl çəkirdik elə bil ki. Cədvəl deməyək də. Cədvəl yox, şeydə yadımdan çıxdı. Onun adı blok sxemdir. Hansı elementləri vardı? Hansı həndəs fiqurlar var idi? Düz bucaqlı var idi. Aha. Onların hər biri nə iş görürdü? Düz bucaqlı, paraleloqram, nə işlər görürdü onlar? Məsələn, düz bucaqlının içində biz ikisində bir şey yazmışdıq da, perimetri sahəsi. Yəni o hesab blokudur. Hesab. Ay Rafael, qulaq as mənə. Mən qrupa bir dənə PDF göndərmişəm. Alqoritmin dərsinin PDF-ini göndərmişəm. Bax, qoy indi onu da sənə açım göstərim. Mən növbəti dəfə əyani dərsimizdə alqoritm dərsinin sənə sual-cavab eləyəcəm. Qocam kimsə qoşulmaq istəyir? Yox, hə. Alqoritm dərsinin sənə sual-cavab eləyəcəm və aylıq sınağımızda düşəcək həmin suallardan. Mən sənə indi xəbərdarlıq eləyirəm nəyi? Deyirəm ki, get o PDF-i qoy qabağına oxu. Atdığım videoları izlə. Bax, alqoritm qaydalar. Bunu təzədən sənə göndərirəm. Və mən aylıq sınağı yazanda heç bir kömək eləməyəcəm heç birinizə. Alqoritm dərsi başa düşməyənləri Python dərsinə buraxmayacam, yəni hazırlığı davam elətdirməyəcəm, çıxardacam. Çünki alqoritm dərsini başa düşməyən uşaq Pythonda başa düşməyəcək. Ona görə get qoy qabağına oxu. Başa düşdün? Göndərdim sənə şəxsdən həmin. İndi davam eləyirəm dərsi. Gördüm ki, oxumamısan o. Yaxşı. İndi 144-cü sual izah eləyirəm. Dən Paint proqramını açım. Paint. Ki, burada çəkib göstərəcəm. Aha. Deyir ki, nə deyir? Verilən L sayda tam ədəddən müsbət olanların cəmini, mənfi olanların sayını hesablayan alqoritmin blok sxemini qurun. Deməli, mən buradan bir karandaş götürüm. Verilən L sayda tam ədəd. Yəni, biz bilmirik ki, bizim neçə dənə ədəd var. Tutaq ki, mənim 10 dənə ədədim var. 10 dənə ədəd istənilən ədəd ola bilər. Məsəl üçün, 1 olar, nə bilim, 8 olar. Tutaq ki, 12 olar, nə bilim, mənfi 5 olar, tutaq ki, 3 olar, sonra 9 olar, məsəl üçün, lap 3 rəqəmli ədəd də ola bilər, fərqi yoxdur, 112 olar, fərqi yoxdur, istənilən 10 dənə ədəd, 1, 2, 3, 4, 5, 6, 7, 8, yaxşı, biri 1 olsun, 9, biri də olsun mənfi 2. 10 dənə ədəd.
İstənilən 10 dənə ədəd verilibdir. Bu ədədlərin içində müsbət olanları tapıb cəmləməliyik. Məsəl üçün hansıları? Müsbət olanların cəmin. Burada 1, burada 8, 12, 3, 9, 112, 1, 1-i təkrar yazmışam. Eyb yox, heç nə olmaz. Bizə demir ki, o təkrar olmasın. Müsbət olanların cəmini, mənfi olanların isə sayını. İndi bunu cəmləyəcəm. Nə eləsə, tutaq ki, bunu cəmlədim. Tutaq ki, deyirəm, elədi 100. 109. Məsəl üçün, cavabda 109 çıxmalıdır. Onların cəmi. Lap niyə 109 yazıram? Qoy elə istəyirsən bunu kalkulyatorda toplayaq, düz olsun da. Məsəl üçün, olsun 1, üstə gəlsin 8, üstə gəlsin 12, üstə gəl 3, üstə gəl 9, üstə gəl 112, üstə gəl 1. Aha. Elədi 146. Deməli, mənə deyir ki, ekrana bir dənə 146 ədədi çıxsın. Çünki verilmiş ədədlərin içində onların cəmi. Bir də nə deyir? Mənfi olanların sayını. Mən 2 dənə mənfi ədədim var. Biri mənfi 5, biri mənfi 2. Bunların da sayı eləyir 2. Yəni, verilmiş ədədlərin içində mənə 146 və 2-ni çap edəcək. İndi biz bunun blok sxemini qurmalıyıq algoritmdə. Görək necə qururuq. Birinci, həmişəki kimi biz birinci başlanğıc və son yazırıq. Aha, gətirdim bura. Yazıram başlanğıc, bir dənə oval çəkirəm. Çünki həmişə başlanğıcla son verilir ovalın içində. Aha, başlanğıc. Sonra mənə müəyyən verilənləri daxil etmək lazımdır. Ona görə verilənləri daxil etmək üçün mən bir dənə paralelloqram çəkirəm. Söhbət cəm və saydan getdiyinə görə mənə deyirdi ki, cəmin tap, mənə deyirdi ki, sayın tap. Ona görə burada bir neçə dənə dəyişən daxil eləyəcəm. Məsəl üçün, özümdən bir neçə dənə dəyişən verirəm. Bir dənə L dəyişəni verirəm, L. Bir dənə M dəyişəni verirəm, M. Bunlar özümdən verirəm. M dəyişəni, bir dənə P dəyişəni verirəm, P. Bir dənə də A dəyişəni verirəm. Bunları niyə özümdən belə dəyişənlər verdim deyəcəm. Dəyişən istənilən hərf ola bilər, ha. Uşaqlar deyir, niyə burada LMP yazın? Başqa şey də yaza bilərdim, fərqi yoxdur. Sonra bu dəyişənləri daxil eləyəndən sonra bir dənə düzbucaqlı çəkirəm. Bu düzbucaqlının içində, qoy görüm dərsə qoşulmaq istəyən var, nəsə səs gəlir. Yox. Deməli, bu düzbucaqlının içində nə yazacam? Mənə sualda demişdi ki, ədədlərin cəmini və sayını tapın. Əvvəlki dərslərdə, video dərslərdə açıb izləsən, baxarsan ki, mən orada demişəm ki, bir ədədin cəmini, məsəl üçün, deyir ki, verilmiş ədədlərin cəmini tapın. Deyir sayını tapın. Tutaq ki, sözlərində deyir sayını tapın. Bir də ola bilər ki, desin hasilini tapın. Hasil, hasil. Mən də tutaq ki, cəmi hansısa bir hərflə işarə elədim. Tutaq ki, bunu D hərfindən, bunu Z hərfindən, bunu da K, məsəl üçün deyirəm. Yadınızda saxlayın, cəm deyilirsə, həmişə cəmi sıfırla birinci təyin edirəm. Çünki cəmləmə sıfırdan başlayacaq. Amma hasil birdən başlamalıdır. Çünki hasil sıfırdan başlasa, nəyi sıfıra vursan sıfır eləyəcək. Sayma isə, nə isə sayırıqsa, o da sıfırdan başlayır. Sayırıq və onu sıfır təyin edirik. İndi bunu silirəm. Bu birisi tərəfi. Bunu izah eləmişdik əvvəlki videolarda, baxarsan. Deməli, indi gəlirik bura. Mən burada dəyişənləri, deməli, sıfıra bərabər eləyəcəm hansıları. Bir dəfə yazıram P bərabərdir 0, P bərabərdir 0. Ona görə 0 ki, sıfırdan başlasın. Bir dənə də M bərabərdir, yazıram 0. Bu da saydır. P onların cəmidir, M də onların sayıdır. Mən istəsəydim bunu S-lə də dəyişən adım verə bilərdim. S və yaxud da I. Fərqi yoxdur da, dediyim kimi, dəyişənin adı istənilən hərf ola bilər. Sonra mən gəlirəm burada, bir dənə şərt bloku çəkirəm. Şərt bloku çəkirəm, bax, nəyə? Romb. Biz demişdik, Rəfa, şərt blokun hansı? Həndəsi fiqurla çəkirdik.
Təbii ki, rombla. Romplan, bəli. Bəli. Aha, indi mən burada romb çəkdim. Romb çəkəndən sonra mən bir dəqiqə istəmirəm ekran bu qədər. Bir dəqiqə gözlə, bu ekran biraz nizamlıyım. Ortaya gəlsin də yazdığım yazı. Aha. Deməli, romb çəkirəm. Təbii ki, rombun bir dənə hə tərəfi olur, hə tərəfi. Bir dənə də yox tərəfi olur. Bunlara deyirdik budaqlar. Əgər şərt doğrudursa gedirik hə tərəfə, yanlışdırsa gedirik yox tərəfə. İndi hə tərəfə gələndə mən nə edirəm? Gəlirəm burada yeni bir dəyişənlər daxil edirəm. I dəyişəni, P dəyişəni, sonra burada görün bir dənə dəyişən daxil edirdik. I dəyişəni, P dəyişəni, sonra bir də A dəyişəni. Bayaqki dəyişənlərdir də LMPA. Bir fərq yoxdur, hə. Deməli, bu şərtin içində yazıram ki, L böyükdürmü sıfırdan. O bayaq daxil etdiyim L vardı, ha. Yəni ki, onların cəmi. L sıfırdan böyükdürsə, gəlirəm hə tərəfə. Hə tərəfə gələndə, bax, buradakı bu A var, ha. Bax, bu A mənim ədədlərimdir. Bayaqlar orada hansısa ədədlər yazmışdım, çoxlu, 10 dənə ədəd. Bax, mənim bu ədədlərim var, ha, burada. Hə tərəfə gələndə, indi o ədədləri yoxlayıram. Burada bir dənə romb çəkirəm, yenə bir dənə şərt qoyuram. Baxıram, görüm mənim bu ədədlərim müsbətdirmi, yoxsa mənfidir? Axı, mən mənfi olanları sayacam, müsbət olanları toplayacam da. Ona görə yazıram A böyükdürmü sıfırdan. Niyə görə Rəfail bu şərti yazdım? Mən həmin ədədlərin müsbət və yaxud da mənfi olduğunu tapmalıyam da. Tapım ki, sonra baxım görüm onu sayacam, yoxsa toplayacam. Ona görə yazdım A böyükdürmü sıfırdan. Hə tərəf və yox tərəf. İndi hə tərəfdə nə edəcəm? Hə tərəfdə, yəni ədədlər müsbətdirsə, onları cəmləyəcəm. Yazacam P bərabərdir, P plus A. Yazıram P bərabərdir, P üstə gəlsin A. Bax, Rəfail, mənim P-im axı 0 idi. Mən cəmləməni sıfırdan başladım. Gəldim, burada A-nı yoxladım. A böyükdürsə sıfırdan, yəni bayaq daxil etdiyim o ədədlər, müsbətləri tapıram, yazıram P bərabərdir, P plus A. Ona görə P plus A yazdım ki, sıfırdan başlayaraq onları cəmləsin. Sonra yox tərəfdə isə indi mənfiləri tapmalıyam da mən. Çünki A böyükdür, sıfır deyilsə, kiçikdir, sıfırdır da təbii ki. İndi bir dənə də şərt var, axı bərabərdir, sıfırda ola bilər. Ona görə burada bir dənə şərt çəkirəm. Yazıram A kiçikdirmi sıfırdan. Yəni mənfiləri tapsın. Hə tərəf yenə yazıram. Bir dənə də yox tərəf yazıram. İndi sonda bir dəfə də izah eləyəcəm, başa düşəsiniz. Deməli, hə tərəfdə nə yazıram? Hə tərəfdə yazıram ki, mən bu ədədləri sayım. Çünki kiçikdir, sıfır olanları saymalıyam da, yəni mənfiləri. Mənfiləri saysın deyə yazıram M bərabərdir. M plus 1, yəni onları saysın. M üstə gəlinsin 1. Yox tərəfdə isə heç bir əməliyyat yerinə yetirmirəm. Çünki yox tərəf artıq A bərabərdir 0 halıdır. 0 halında axı mənə heç nə deməmişdi elə. Ona görə mən bu 0 halında heç bir şey yerinə yetirmirəm. Ekranı biraz da uzadaq ki, oradan yaza bilək də yazı. Aha. Deməli, yox halında heç bir əməliyyat yerinə yetirmirəm və bunların hamısını gətirirəm. Birləşdirirəm. Dəqiqə bunu silim burasını. Aha. Bunların hamısını gətirirəm, burada yazıram. Aha, burada bir düz bucaqlı çəkirəm. Yazıram L bərabərdir, L minus 1. Aha. Və bunların hamısını gətirirəm, birləşdirirəm buna. Və sonra bu L bərabərdir L minus 1-in özünü isə gətirib, bax, bu yuxarıdakı L böyükdür 0 şərtinə birləşdirirəm. Və buradan isə yox tərəfdə isə gəlib P-ni çap edirəm. P yəni ən son onların cəmini. Aha.
Belə. İndi qayıdırıq bu məsələyə. Görək biz neynədik? Bir-bir izah eləyək. Biz verilmiş ədədlərin müsbətlərini cəmləməli idik, mənfilərini isə saymalıydıq. Gəldim bu blok sxemə. Baxıram ki, başlanğıc yazıram. Hə, bir də burada çapdan sonra bir dənə də son yazmalıyam. Yadımdan çıxıb. Bax, burada bir dənə axırda son. Sən ekran görüntüsü götür və yaxud da bunu dəftərinə yaz. Deməli, bu sualda biz verilmiş ədədlərin müsbətlərini cəmləyib mənfilərini saymalıyıq. Başdan bir neçə verilən daxil eləyirik. L, M, P, A. Orada A ədədlərdir, yəni bizim daxil etdiyimiz ədədlər. Deməli, L onların nə idi? Ümumiyyətlə onların sayıdır da. Yəni, baxırıq ki, orada ədəd sıfırdan böyükdürmü? Deyirik ki, hə. Hədirsə, gəlirik burada A böyükdürmü sıfır? Əslində, burada, bir dəqiqə uşaqlar, burada L böyükdür sıfır yox. Bu şərtin içində L böyükdür 10 yazmalıyam. Çünki mənə sualda 10 dənə deyirdi, yoxsa ixtiyari deyirdi. Qoy bunu oxuyum. Nə deyirdi? Verilən L sayda. Yox, 10 demirdi. Elə 0 dənə düzdür. Elə bildim bəlkə mən 10 dənə ədəd götürəcəm. Amma yox, 10 dənə deyil. İxtiyari dediyinə görə L burada yazırıq. Bax, L böyükdür 0. Yəni, o həmin o ədədlərdir. L böyükdür 0. Aha. Burada L böyükdür 0. Yazandan sonra hər tərəfdə onların müsbət və yaxud da mənfi olduğunu yoxlayırıq. A böyükdür 0, yəni müsbətdirsə rəfat. P bərabərdir P plus A yazırıq. Yəni onları cəmləyirik. Əks halda yox tərəfdə isə onları saymalıyıq. Ona görə də A kiçikdir 0 halında yazırıq M bərabərdir M plus 1. Sonra da gəlirik burada hamısını birləşdiririk. L bərabərdir L çıx 1-ə. Niyə? Çünki mən bu başdan L'im onların daxil edilən ədədləri idi də. Və biz sonra gətirib bunların hamısını yox tərəfə gələndə P-ni çap eləyirik. P-ni də çap eləyirik, yəni onların cəmini. Sonda isə nəticə əks olunur, yəni bitir. Bu bizim 144-cü sualın həlli idi. İndi keçirəm 145. Sən ekran görüntüsü götürdün Rəfay bu sualda. Götürdüm müəllimə, bəli. Yaxşı. İndi keçirəm 146-cı suala. Görək, daha doğrusu 145-ci sualı. Qələmin rəngini dəyişək. Aha, 145. Deyir ki, x-in girişə verilən istənilən həqiqi qiymətində y bərabərdir x kvadratı çıxılsın, x plus 12 bölünsün, x plus 7 çıxılsın, 2 funksiyasının qiymətini hesablayan alqoritmin blok sxemini qurun. Rəfay, bu çox asan bir sualdır. Əvvəla riyazi olaraq sənə burada bir sual verəcəm. Bu var y bərabərdir, bax bu ifadə. Bu ifadə nə zaman sıfıra bərabər olar? Riyaziyyatda biz bu suala baxında nə başa düşürük? Məsələn, mən başa düşmədim sual. Bu tənlikdir də. Y bərabərdir x kvadratı çıxılsın x plus 12 bölünsün x plus 7. Daha sadə bir tənlik yazıram. Bax, məsəl üçün yazıram ki, y bərabərdir x çıxılsın 5. Düzdür? Sənə deyirəm ki, bax, bu ifadə var. Y bərabərdir x çıxılsın 5. Nə zaman sıfıra bərabər olar? Və yaxud da nə zaman həlli olmaz? X 5 olsa. Aha, x 5 olsun. İndi bu birisi tənliyə bax. Bu dərsdə, sualda verilən. Onun həlli nə zaman sıfıra bərabər olur? Sonda 7 olmalıdır. 7 yoxsa mənfi 7? Mənfi 7, bəli. Mənfi 7 olsa məxrəc 0 olur. Bax, mənfi 7-nin üstünə 7 gələndə eləyir 0. Və biz riyaziyyatda bir qayda bilirik ki, tutaq ki, hansısa bir kəsir verilibdir. 7 bölünsün x kəsiri. Bu kəsirin məxrəci heç vaxt 0 ola bilməz. Çünki sıfıra bölmə əməliyyatı yoxdur. Kalkulyator bax, məsəl üçün mən açmışam, yazıram 8 bölünsün 0. Nə yazdı? Baxırsan ekrana. Bəli. Yazdı ki, sıfıra bölmə əməliyyatı o yoxdur. Ona görə də indi biz bu sualda riyazi olaraq bilməliyik ki, bu x üstəgəl 7 var ha. X üstəgəl 7. Bu həmişə fərqlidir 0 olmalıdır. Bunu başa düşdün? Bəli, müəllimə. Və bil ki, riyaziyyatda bu fərqlidir işarəsi var, bərabər üstündən xətt. İnformatikada bu işarə yoxdur. İnformatikada fərqlidir işarəsi nida yanında bərabər işarəsi deməkdir.
Yaxşı, Rəfay. Harda nida yanında bərabər işarəsi görsən, bu fərqlidir deməkdir. İndi mən Paint proqramını açıram. Ctrl N, don't save. İndi həmin sualı burada həll edirik səndən bir yerdə. Deməli, yazırıq başlanğıc. Başlanğıc. Bizim burada neçə dənə dəyişən var? Rəfay, neçə dənə dəyişənimiz var? 2 dənə. Bəli, x-dir, bir də y-dir. X-dir, bir dənə də y-dir. Dəyişənləri daxil etdik. Sonra, Rəfal, mən məcburam ki, bir dənə şərt qoyum. Ona görə şərt qoyuram ki, mənim şərtimdə x üstəgəl 7 fərqlidir 0 olmalıdır. X üstəgəl 7 fərqlidir, bərabərdir 0. İndi bunun hə tərəfi var, bir də yox tərəfi var. Hə tərəfi var, bir də yox tərəfi var. Hə tərəfində nə deyiləcək? Hə tərəfində, yəni x plus 7 0-dan fərqlidirsə, düsturu yazacaq bura. Düstur da nə idi? Y bərabərdir. X kvadratı. X kvadratında necə yazırıq? X üstündə 2 dənə ulduz. 2 dənə ulduz, Rəfal, nə deməkdir? Kvadrat deməkdir. X 2 dənə ulduz, yəni x kvadratı çıxılsın. Mötərizə açıram. X üstəgəl 12, x üstəgəl 12 bölünsün. Bir dənə də mötərizə açıram. X üstəgəl 7, x üstəgəl 7, mötərizəni bağlayıram. Bir də mötərizəni bağlayıram, çıxılsın 2. Başa düşdüm, bunun yazılış niyə belə oldu? Bəli, müəllimə. Bunu yazdıq. Sonra yox tərəfdə isə yazırıq ki, yox tərəfdə bir dənə düz bucaqlı çəkirik. Düz bucaq. Yazırıq error. Error da o deməkdir ki, yəni artıq x böyükdür 7, 0-dan fərqli deyilsə, demək bərabərdir 0 deməkdir. Yəni bunun həlli yoxdur da, məxrəc 0 olsa error olacaq. Bayaq kalkulyator necə yazdı? Xəta. Sonra da gəlirik bunu burada sona birləşdiririk. Son. Son. Və yaxud da sona birləşdirməmişdən əvvəl bir şey də yazmalıydıq. Y-in qiymətini çap eləsin, sonra son olsun da. Delete. Burada gəlirəm. Y-in qiymətini çap eləsin. Burada bir dənə belə çap bloku çəkirəm. Bu çap blokudur. İçində yazıram Y, yəni Y-in qiymətini çap elə. Sonra da gəlirəm bir dənə son yazacağam. Gəlirəm burada da bir dənə yazıram son. Son. Bu da oldu bizim neçənci sualımız? 145-ci sualımız. Rəfal, başdan x-dən y daxil elədik. Sonra bir dənə şərt qoyduq. Məxrəc 0-dan fərqlidirsə, hə tərəfə gedir. Düsturu yerinə yetirir. Yox tərəfə gələndə, yəni məxrəc 0-a bərabər olanda isə xəta verir və y-in qiymətini çap eləyir. Bu da oldu son. İndi bunu da ekran görüntüsünü götürüb başa düşdün. Başa düşdüm müəllimə, bəli. İndi 146-cı sual ondan eynidir. Yaz mənə WhatsApp-dan at, gözləyirəm. Görək necə yazasan. 146-cı sual. Bu video dərsi sonradan izləyən uşaqlar, yəni o bir qrupun uşaqları, siz də yerinizdə yazarsınız, sonra həllinə baxarsınız. 146-ın buyur. Rəfal yaz, mənə WhatsApp-dan at görüm bu blok sxemi. Gözləyirəm. Sənin yanında kitab var da, düzdür, mən ekranı bağlasam, sən baxa bilirsən, öz kitabı var. Bəli, var. Səhifə. Səhifə 110. 110-da 146-cı sual. Yaxşı. Sən onu yazmaya göndər, mən həmin müddətdə 147-ci sualı ekranda yazıram. Yəni sənin sualın deyil də, fikri yayındırmaz. Mən 147-ni yazıram. Vaxt getməsin deyə.
Yaza bilirsən, Rəfay? Yazıram müəllimə. Yaz. Müəllimə. De. Yazılmadı, alınmadı. Alınmadı, yaxşı. Niyə alınmadı? O sadə idi axı. Başlığı nədir? Bu ilk yazı, o 2 dənəsini. Sən sualda nə yazmış? Bax, məxric yazmış, kök altında x çıxılsın 5, düzdür? Sən kitabdan bax, mən bu yaza tamamlayıram, sənə baxıram indi orada. İndi sən Açım kitabı baxdım. hə, kitabı aç. Bax, orada məxricdə nə yazmışdı məxricdə? Yazmışdı ki, x kök altında x çıxılsın 5, düzdür? Bəli. İndi o nə zaman sıfıra bərabər olardı? 5 olsa da, müsbət 5 olsa olsaydı bilər. Bəli. Yəni ki, 5 çıx 5 olacaqdı 0. Kök altında da qoy sualı açsam belə olmur, gözlə. Ora qədər tapa bildim, amma o çəkdiyimiz cədvəli qura bilmədim də, yarımçıq qurdum, olmadı. Bax, 146-cı sualdır. Deməli, nə zaman bu 0 olacaq bu sual? Bax, bu kök altdakı x çıxılsın 5 ifadəsi 0-a bərabər olsa, yəni ki, x 5 olsa, bu kök altda 0 eləyir, o da olur kök altda 0-dan məsələ səhv orada xəta olur. Çünki məxric 0-a bərabər olmaz. Ona görə də biz kök altda x çıxılsın 5 fərqlidir 0 şərtindən istifadə eləməliyik. Düzdür? Bura kimi aydındır. Deməli, sən nə etməliydin? Bir dənə yazmalıydın başlanğıc. Başlanğıc. Yazdın. Sonra bir dənə düzbucaqlı çəkirsən. X-lə y-i daxil edirsən. Sonra gəlirsən bir dənə şərt çəkirsən. Şərtin içində yazırsan. Kök altında x çıxılsın 5, x çıxılsın 5. Fərqlidir işarəsini necə qoyurduq biz? Fərqlidir işarəsini biz nida yanında da bərabərdir 0 yazırdıq. Yəni ki, 2 ulduzdan 7, 2 ulduz yadımdan çıxdı. Hə? 2 ulduz nə idi? 2 ulduz kvadrat idi də. Hə. Deməli, Rəfal, kök altında x çıxılsın 5 fərqlidir 0 yazdın. Yazandan sonra yəni ki, bu ifadə 0-dan fərqli olmalıdır. O da ya bu rombu yazarsan, ya da belə eləyərsən, ya da bir dənə romb çəkərsən, rombun içinə 2 cür eləmək olur bu sualı. Ya da rombun içinə yazarsan ki, bu x var, bu x 5 o anda şey olur. Nədir? 5-dən 5 çıxanda 0 qar. Ya da rombun içinə yazarsan ki, x fərqlidir 5 olsun.
Belə də yazmaq olar. X fərqlidir 5 bildin. Yaxud da ki kök altında x çıxılsın 5 fərqlidir 0. Eyni halda. Nəsə, hələlik bu qalsın o birisi. Deməli, belə yazandan sonra gəlirsən bunun hə tərəfi var, hə. Bir dənə də yox tərəfi var, yox. Hə tərəfində gəlirsən o düsturu yazırsan. Düstur necə idi? Y bərabərdir. X kvadratını nətər yazırsan? X üstü ulduz 2. Düzdür? Razısan bura kimi məndən? Sonra çıxılsın, bir dənə mötərizə açırsan. Yazırsan x çıxılsın 2. X çıxılsın 2. Sonra bir dənə bölə işarəsi. Mötərizədə. Deməli, Rəfa, kök altında x çıxılsın 5 ifadəsini necə yazmalısın? SQRT. Bir dənə deyim sənə onu. Hə, x çıxılsın 2 bölünsün. Mötərizədə kök altın nətər yazılır? Kök altı bax s-q-r-t deməkdir. Bu Python dərsini keçəndə öyrənəcəyik. S-q-r-t, yəni kök altında mötərizədə x çıxılsın 5. X çıxılsın 5. Sonra mötərizəni bağlayırıq. Bir də çıxılsın 27. Aha. Yəni bunu yerinə yetirsin hər tərəfdə. Yox tərəfdə isə bayaqki kimi yazırıq error. Error, yəni xəta. Error. Sonra bunu da gətirir, birləşdirir, hər ikisini gətirir, birləşdirir sona. Bu da bizim algoritmimiz. Sən bunun harasını səhv yazmışdın ki? Harada ilişmişdin? Mən orta sətiyə sonra rompora qədər gəlmişdim. Davamı yazamadım. Bildin indi? Bəli, müəllim. Yaxşı. Bunu indi mən silim. Yaxşı. 147-yə baxacaq. Amma 147-yə baxmazdan əvvəl bir dənə burada mən bu yazını tamamlayım. Sonra sizə izah eləyə bilim də. A böyükdür C-dən. Bir dənə hə tərəf. Bir dənə də yox tərəf. Hə tərəfdə deməli print. Hə tərəfdə print A. Bunu izah eləyəcəm. Sən bax 147-nin həllinə gör bir nə başa düşürsən. Mən bu 148 yazım. Hə tərəf yox. Yox tərəfdə isə yox tərəfdə C-ni çap eləsin. C-ni. Sonra burada yox tərəfdə gəlirəm, bir dənə də şərt yazıram. Bu şərtin içində. Sən bir dənə 147-nin sualını oxu. Mən səsin gəlsin, görüm orada nə deyir, B böyükdürsə. Oxu onu. 147. Hə. Girişə səhifə 147. Hə. Girişə verilən iki müxtəlif tam ədədi müqayisə edib kiçiyin 2 misli ilə böyüyün 3 mislinin cəmini çıxışa verən algoritmin blok sxemini qurun. Nə başa düşdün ki o sualdan? Səndən nə istəyir? Blok sxem qurmalıyıq. Nəyin blok sxemi? İki müxtəlif tam ədədini müqayisə edib kiçiyinin 2 mislinin blok sxemini qururuq. Bəli. Kiçiyinin 2 mislinin ilə ki, böyüyün 3 mislinin cəmini blok sxemini qurmalıyıq da, bəli. Bəli. Dayan indi bir dəqiqə. İndi qayıtdıq suala. Bizə nə deyir? Deyir ki, girişə 2 dənə ədəd verilibdir, Rəfay. Məsəl üçün, bilmirəm hansı ədədlərdir. A, məsəl üçün bir dənə də B. Və yaxud da tutaq ki, bilirəm hansıdır. 2, məsəl üçün bir də 4 tutaq ki. Deyir ki, bu 2 ədədi müqayisə et. Yəni, bax gör A B-dən böyükdür, yoxsa B A-dan böyükdür. Müqayisə edəndən sonra kiçiyinin 2 mislini. Məsələn, mənim burada kiçiyim 2-dir də. 2-ni vuracağım 2-yə. Bir də deyir ki, böyüyünün 3 mislini.
4-ü də vuracam 3-ə, elədi 12. Vəsiyo, sonda deyir 4-dən 12-ni çap elə. Bunu başa düşdün? Bəli, müəllim. İndi mən bilmirəm də hansı ədədlərdir. 2 ilə 4-ü silirəm. Mən nə bilim ki, bu 2 ilə 4-dür, 102 ilə 104-də bilmirəm. Ona görə AB üzərindən gedirəm. 2 dənə A ədəd var. Biri A-dır, biri B. Birinci mən bunları müqayisə eləməliyəm. Əgər A B-dən böyükdürsə, böyük ədəd yəni A-dırsa, mənə nə demişdi? Demişdi ki, böyüyünü 3-ə vur. O zaman A-nı vuracam 3-ə. Kiçiyini 2-yə vur. B-ni də vuracam 2-yə. Düzdür? Razısan məndən? İndi əgər A B-dən böyük deyilsə, yəni B A-dan böyükdürsə, B böyükdə və yaxud da A kiçikdir B-dəndirsə, eyni şeydir də bunlar. Rəfa, A B-dən kiçikdirsə, elə B A-dan böyükdür deməkdir də. A B-dən kiçikdirsə, demişdi kiçiyinin 2 mislini. Bu dəfə A-nı vuracam 2-yə, bayaq B-ni vurmuşdum. Böyüyünün 3 misli. B-ni vuracam 3-ə. Bax, bayaqları A-nı vurmuşdum 3-ə. Çünki böyük, daha doğrusu kiçik A idi da. Amma bu dəfə kiçik B olduğuna görə B-ni vurdum 3-ə. Başa düşdün bunu? Riyazi olaraq başa düşdünsə, indi keçək onun algoritmini quraq. Aha. Bax, mən burada bayaq qurmuşam. İndi sənə onu göstərirəm. Bax, 147-ci suala bax. Mən bir dənə başlanğıc yazmışam. Sonra yazmışam A vergül B. Çünki mənim 2 dənə dəyişənim var da, A ilə B. Sonra şərt çəkmişəm. A B-dən böyükdürmü? Şərt. Əgər hə-dirsə, hə tərəfdə yazmışam ki, A vurulsun 2, üstə gəlsin B vurulsun 3. Yəni, A-nı kiçiyi vurmuşam 2-yə, B-ni vurmuşam 3-ə cəmləmişəm. Əks halda, yəni yox tərəfdə isə, yəni A kiçikdir B-dirsə, bu zaman B vurulsun 2, üstə gəl A vurulsun 3, sonra da end. Başa düşdün sualı? Rəfal, dəqiq bax gör, nəyi başa düşmədin? Bu sual düşsə qəbulda yaza bilərsən. Biraz qarışıqdır. Qarışıq deyil. Sən sadəcə şərt, rombun içində şərt yazmağı öyrənməlisən ki, şərt yazdın. A B-dən böyükdürsə, sualı başa düşməlisən. Riyaziyyat lazımdır buna, informatika yox. Sualda deyir ki, kiçiyi 2-yə vur, böyüyü 3-ə vur. Heç nə, onu gəl burada tətbiq edirsən. Kiçiyi, yəni bu nə oldu? Bu niyə açılmadı? Hə, kiçiyimiz A böyükdür B ifadəsində, kiçik B-dir də. B-ni vurursan 3-ə, A-nı vurursan 2-yə, hə tərəfdə. Yox tərəfdə isə əksinə. B-ni vurursan 2-yə, A-nı vurursan 3-ə. Riyaziyyatın olmalıdır bu sualı bura tətbiq eləmək üçün. Sonra da gəlib N-də birləşdirirsən. Bu da belə. İndi keçdik 148-ci suala. Oxu görüm. Girişə verilən 3 müxtəlif tam ədəddən böyük olana çıxışa verən algoritmin blok sxemini qurun. Deyir ki, girişə 3 müxtəlif ədəd verilib. Məsəl üçün, tutaq ki, 2, 4 və 8. Bu 3 dənə ədədin böyük olanını çıxışa versin. Burada böyük ədəd 8-dir. Çıxışa 8 verməlidir. İndi mən bilmirəm axı 3 dənə ədəd hansılardır. A-dır, B-dir, C-dir. Mən bu 3 dənə ədədi müqayisə etməliyəm. Müqayisə edəndən sonra onun ən böyüyü hansı olsa, mən onu çapa verməliyəm. Başa düşdün bunu riyazi olaraq? Bəli, müəllim. İndi mən görüm onu necə müqayisə etməliyəm. Bax, bu 148-ci suala mən indi bunu izah edim. Bax, yazmışam başlanğıc A, B, C. Yəni 3 dənə ədəd daxil eləmişəm. A ədədi, B ədədi və C ədədi. Sonra Rəfa, bir dənə şərt yazmışam burada. Bax, bu birinci şərtdir. Mən bunu yaşıl rəngi ilə eləyim, burada görsənsin. Bax, yaşılla. A böyükdürmü B? Əgər A B-dən böyükdürsə, deməli, böyük ədəd bu ikisinin böyüyü A-dır. Mən indi bu A-nı C ilə də müqayisə eləməliyəm də. Axı, mən 3 dənə ədədim var. Bax, burada yazıram. A ədədi, B ədədi, C ədədi. Tutaq ki, 2-dir, 4-dür, 8-dir. Mən 2 ilə 4-ü müqayisə elədim. Tapdım ki, burada tutaq ki, 4 böyükdür. Mən təzədən bu 4 ilə 8-i də müqayisə eləyirəm. Tapıram ki, 8 böyükdür, düzdür. Ona görə də mən burada A ilə B-ni müqayisə eləyəndən sonra məcburam ki, bir dənə A ilə C-ni də müqayisə eləyəm. Ona görə 2 dənə şərt çəkmişəm. Bax, A B-dən böyükdürsə, hə.
Yəni A həqiqətən də B-dən böyükdür. Buradan A-nı götürüb təzədən bir də C ilə müqayisə eləyirəm. Yenə hədsə, deməli ən böyük ədəd A-dır. Artıq mən A-nı çap elədim. Gördün? İndi əgər burada A B-dən böyük deyilsə, yox tərəfə gedirəm. Yəni mənim böyük ədədim B-dir. Gəlirəm təzədən burada B ilə C-ni müqayisə eləyirəm. B C-dən böyükdürmü? Hə. Artıq mən B-ni çap elədim. Görsən? Deməli, mən burada 3 dənə blokdan istifadə elədim. 3 dənə şərt blokundan. Birinci A ilə B-ni müqayisə elədim. Sonra əgər A böyükdürsə C-yə keçdim müqayisə eləməyə. Yox, əgər böyük ədəd B-dirsə B ilə C-ni müqayisə elədim. Bildin necə? İndi bunların ekran görüntüsünü də götür, evdə onları təzədən bir də praktik elə öyrən. Necə praktik eləməlisiniz? Mən bu yazdığım cavabları qoyursunuz bir qırağa, özünüz təzədən bu sualları həll edirsiniz. Görürsünüz hələ necədir? Sonra isə mən yazdığımdan müqayisə edirsiniz. Götürdüm müəllimə. Yaxşı. İndi bu oldu neçənci sual? 148-ci sual. İndi qaydırıq məsələlərə. Aha. Keçdik 149-cu suala. Bunları silim. 149. Daxil edilmiş n natural ədədi üçün belə bir ifadə verilib. Oxu sən. Daxil edilmiş n natural ədədi üçün təmini hesablayın blok sxemini qurun. Aha. Deyir ki, bir dənə n ədədi daxil edilibdir. Tutaq ki, biz bilmirik də o hansı ədəddir. Və belə bir ifadə verilibdir. 1 vurulsun, 2 vurulsun, 3. Sonra 2 vurulsun, 3 vurulsun, 4. Sonra 3 vurulsun, 4 vurulsun, 5. Fikir ver, hər dəfə biraz artır. Birinci 3-ə kimi idi. Sonra oldu 4-ə kimi. Sonra oldu 5-ə kimi. Sonra ən sonda yazıb n plus 1 və n plus 2. Və biz bu ifadəni cəmini, algoritmin blok sxemini qurmalıyıq. Gəl görək necə qururuq. Yenə mən bir dənə Paint proqramı açım. Ctrl N. Aha. Deməli bu hansı sual idi? 149. 149. Aha. 149. Yazıram bura. Yazıram birinci başlanğıc. Başlanğıc. Sonra mən burada söhbət cəmdən və birinci cəm və say olmalıdır. Çünki həmin ədədlər orada cəmləmə var. Bax bu de burada görsən, hamısının ortasında plus işarəsi var, cəmləmə. Bir də orada say söhbəti var. Birinci 3-ə kimidir, 1 2 3. Sonra 4-ə kimidir. Sonra 3 4 5-ə kimidir. Saymaq var da. Ona görə mən burada verilənlər daxil eləyirəm. Verilənlər daxil edərkən cəmləmə olduğuna görə bir mütləq S dəyişənim olmalıdır. S cəmləmə. Say olduğuna görə bir dənə I dəyişənim olmalıdır. Bir də sualda mənə deyir ki, n sayda natural ədəd. Ona görə bir dənə də n daxil eləyirəm. Bura kimi aydındır. Bəli, bəli. Sonra mən demişdim ki, say həmişə, cəmləmə həmişə 0-dan başlayır. Hasil 1-dən başlayır. Say da 0-dan başlayır. Daha doğrusu say 1-dən başlayır. Ona görə yazıram S, yəni cəmləmə 0-dan başlasın. Sayma isə I. Say isə 1-dən başlasın. I 1-dən başlasın. Sonra gəlirəm bir dənə şərt yazıram. Mənim bu sualımda söhbət n-dən getdiyinə görə, n dənə natural ədəddən getdiyinə görə, mən burada şərt yazıram və şərtin içində yazıram I kiçikdir, bərabərdir n. Yəni saysın, 1-dən başlasın, n-ə qədər. Çünki axı n dənə natural ədəd deyir. Sonra bir dənə hə tərəf yazıram. Bir dənə də yox tərəf yazıram. Hə tərəf və yox tərəf. Deməli, hə tərəfdə nə yazarım? Həmin o ifadəni, düsturu.
Hər tərəfdə bir dənə böyük düzbucaqlı çəkirəm və oradakı düsturu yazıram. Yazıram S bərabərdir. Onların cəmini tapıram da. S üstə gəlinsin. I vurulsun. I üstə gəlinsin 1. I vurulsun, I üstə gəlinsin 1. Bir də vurulsun. Vurulsun. I üstə gəlinsin 2. Bunu geri alım. I üstə gəlinsin 2. Niyə görə belə yazdım? İndi deyəcəm. Bir də yenə aşağıdan bir dənə düzbucaqlı çəkirəm. Düzbucaqlı. Bu düzbucaqlının içində isə yazıram. I bərabərdir. I üstə gəl 1. I bərabərdir. I üstə gəlinsin 1. Və bunu da gətirib birləşdirirəm həmin bu şərtə. Sonra isə gəlib yox tərəfdə S-in qiymətini çap edəcəm. Və bunu da birləşdirəm bir dənə sona. İndi görək biz niyə belə yazdıq, izah edək. Aha. Bax, bizə sualda demişdi ki, qayıdaq suala. İxtiyarı n dənə natural ədəd verilib və sonda bax bu bura baxırıq. N plus 1, N plus 2. Və mən gəlim suala. 3 dənə dəyişənim var. S, I, N. S cəmdir, I saydır, N isə natural ədədlərin sayıdır. Mən I 1-dən başlayaraq sayıram, ta ki nə vaxta kimi N-ə qədər. Yəni N dənə natural ədəd dediyinə görə. N-i aşanda mən artıq S-ə tərəf gəlib, yox tərəfə gəlib çap edirəm. Amma N-dən qədər olan ədədlər 1-dən N-ə qədər. N tutaq ki 30-dur. 1-dən 30-a qədər ədədləri götürüb onları cəmləməliyəm. Yazıram S bərabərdir. S üstə gələk, yəni 0 üstə gələk. Bu düsturda bu hissə var ha. Bax, N vurulsun, N plus 1 vurulsun, N plus 2. Bax, onu burada eyni ilə yazmışam. I vurulsun, I plus 1 vurulsun, I plus 2. Və hər dəfə də i-ni bir vahid artırıram. Rəfay, ona görə hər dəfə i-ni bir vahid artırıram ki, mənim i-im 1-dən başlamışdı, N-ə qədər olmalıdır. 1-1 artmalıdır. N 30-dursa 1-dən 30-a kimi gəlməlidir. Ona görə 1-1 artmalıdır. 1 olmalıdır, sonra 2 olmalıdır, sonra 3 olmalıdır və s. ta ki N-ə qədər. Ona görə yazdım I bərabərdir, I üstə gəl 1. Sonra da gətirəm bunu təzədən şərtə, bura dövrdür. Və sonda yox olanda S-i çap edir. Bu da oldu 149. Qeyd elə bunu da. Qeyd elədin, Rəfay? Elədim, müəllimə. Aha. İndi 150-ci sualı oxu sən. 150. Dəqiqə göz. Müəllimə, tamamda qutarmır dərsimiz. Necə? Tamamda qutarmır dərsimiz, tamamda. Sənin nəsə işin var? Yox, müəllimə. Onda izahlarımızı verək də, hara tələsirik. Yaxşı, 150-ci suala baxaq, hələ bir görək, sonra baxarıq saat neçə olur. 150-ni oxu. Girişə verilən ixtiyari 10 natural ədəddən yalnız öz olanların cəmini hesablayan alqoritmin blok sxemini tərtib edin. Sən bu ifadəni oxudun da. Azərbaycan dilində bu sualdan nə başa düşdün? Hələ heç blok sxemi qurmaqdan danışmıram. Nə deyir ki bu sualda? Başa düşdüm ki, burada 10 natural ədəddən, yəni 1-dən 10-a qədər olan ədədlərdən yalnız üç ədədləri seçəcəyik. Yox, 1-dən 10-a kimi natural ədəd demir. Desəydi ardıcıl 10 natural ədəd, hə, olar da onda 1-dən 10-a kimi. Amma ixtiyari 10 ədəd deyirsə nə deməkdir ki? İxtiyari 10, yəni istədiyimiz 10 ədəd. Bəli, yəni istənilən 10 dənə ədəd. Mənfi də olar, müsbət də olar, ardıcıl da olar, ardıcıl olmaya da bilər. 3 rəqəmli də olar, 2 rəqəmli də olar. Yəni ixtiyari 10 dənə ədəddən yalnız cüt olanları. Rəfay, riyazi olaraq sən 2 ədəddən hansının cüt olduğunu necə bilirsən ki? Tutaq ki, mən sənə 2 dənə ədəd deyirəm. 7, bir də 8. Bunun cütü olanı hansıdır? 8. Nə bilirik?